Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Ve aleykümselam. Deməli, Allah'tan başqasına qurban kəsmək barədə gələn babı götürdük, dəlillərini və bu babın məsələlərində qalmışıq. Müəllif 13 məsələ gətirir. Bu məsələləri götürək, ondan sonra növbəti baba keçərik Allahın izni ilə. Deyir ki, fihi məsail, əl-ulə təfsiru qul innə salati və nusuki. Birinci məsələ, həmin Ənam surəsində olan ayənin təfsiri. Ənam surəsindəki bu ayə, yəni bu fəslə aid olaraq götürdüyümüz birinci dəlil idi. Və bu barədə geniş tanışdıq və qeyd etdik ki, bu ayələr qurban kəsməyin ibadət olmasına və Allahdan başqasına kəsilməsinin də qurbanın şirk olmasına dəlildir. Çünki Allah Subhanahu taala bu ayələrdə birincisi namazla qurbanı bərabər gətirir. Qul inna salati və nusuki. Deyim, mənim namazımda və kəsdiyim qurbanımda. Namaz ibadət olduğu kimi qurban kəsməkdə ibadətdir. Namazı Allahdan başqasına sərf etmək şirk olduğu kimi, Allahdan başqasına səcdə, ruku etmək şirk olduğu kimi, eləcə də qurbanı Allahdan başqasına kəsmək şirkdir. İkincisi, bundan sonra Allahın lillahi rabbil alemin deməsi, aləmlərin Rəbbi olan Allah üçündür və dedik ki, burada lillahi kəlməsindəki ləm lil istihqaq, yəni haqq və layiqlik bildirən bir ləmdir. Yəni ki, namazda, qurbanda bu ibadətlərlə ibadət olunmağa layiq olan yalnız Allah subhanahu wa ta'aladır. Sonra üçüncüsü lə şərikələ kəlməsi ilə, hansı ki, bu da əlavə olaraq təkidləndirici bir üslubdur ki, ibadətlərin, yəni ibadətin edilməsində Allah subhanahu wa ta'alanın heç bir şəriki yoxdur. Və dördüncüsü də və bizəlikə umirtu. Mən bununla əmr olundum. Yəni bu ibadət növləri ilə və bu ibadət növlərini yalnız Allaha sərf edilməsi ilə əmr olundum. Və əgər əmr edibsə Allah subhanahu wa ta'ala, deməli nədir? Əmr edibsə ibadətdir. Əmr edibsə ibadət və bunu sevir. Əs-saniyyətu təfsiru fasalli li rabbika vanhar. İkinci məsələ, ikinci fayda. Fasalli li rabbika vanhar ayəsi, Rəbbin üçün namaz qıl və qurban kəs. Bu da Kövsər surəsindəki ayədir ki, bu da ikinci dəlili idi bu fəsildə götürdüyümüz. Eyni Ənam surəsi barədə deyilənlər hamısı bu Kövsər surəsi bu ayə barədə də keçərlidir. Əs-səlisatu əl-bədəatu bil-la'nəti mən zəbəhə li qeyrillah. Üçüncü məsələ, Allahdan başqasına qurban kəsənin lənəti ilə başlanması. Müəllif burada, bu da üçüncü dəlil idi götürdüyümüz İmam Müslimin Əli radiyallahu anhudan rəvayət etdiyi hədis. Orada ki, deyir ki, lə'anəllahu mən zəbəhə li qeyrillah, lə'anəllahu mən lə'anə validey, lə'anəllahu mən qayrə mənəral ard, lə'anəllahu mən əvə muhdisən. Bu hədisi də götürdük. Burada ilk olaraq lənətə, 4 böyük əzəmətli günahlara görə lənət gəlib. Bu günahların başında da Allah Resulü sallallahu əleyhi və səlləm Allahdan başqasına qurban kəsənə Allah lənət etsin. Bununla başlayır. Çünki Allahdan başqasına qurban kəsilməsi şirkdir. Və bu da Allahın haqqıdır. Ona görə tövhid haqqı ilə başlanılması nədir? Bu daha önəmli, daha münasibdir. Ər-rabiyyətu lə'nu mən lə'anə valideyhi və minhu ən təl'anə validə ər-racul fəyəl'anə valideyk. Dördüncü məsələ. O da başqasının valideynini lənət edənə və yaxud öz valideynini lənət edənə lənətin gəlməsi. Öz valideynini lənət edənin lənətə gəlməsi. Bu necə olur? Başqa bir kişiyi valideynini lənət edir. O da bunu
o da bunun valideyninə lənətlə qaytarır. Yəni, bir insan bu məsələdə necə lənətə gəlir? Ya birbaşa öz valideyninə lənət oxuyur, öz valideyninə lənət oxuyur birbaşa, üzünə qarşı valideynlərinə. Belə birisi həqiqətən lənətə layiq birisidir. Bu barədə danışdıq. Və yaxud öz valideyninə deyil, başqa birisinin valideynlərinə lənət oxuyur, başlayır. Bu başlanğıc olaraq lənət oxuyur. O da cavab olaraq qayıdır, bunun valideyninə lənət oxuyur. Yəni, bu səbəb olur ki, valideynlərinə kimsə nədir? Lənət oxuyur. Belə birisi də bu hədisin hökmünə daxildir və bu hədisdə də insanın dilini qorumasına və ədəbli olmasına da gözəl bir göstəriş var. Çünki lənət gəlib. Əgər sən başqasının valideyninə lənət etsən, o da sənin valideyninə lənət edəcək. Buna görə insan mütləq bu şeyə diqqət etməlidir. Əl-xamisatu 5-ci. Lə'nu mən əhva muhdisən və huvər-raculu yuhdisu şeyən yəcibu fihi haqqun lillahi fəliyəltəci ilə mən yüciruhu min zəlik. Bidətçiyə sığınacaq himayə edənin, sığınacaq verən və himayə götürənin lənət edilməsi, o da o kişidir ki, Allahın haqqında, Allahın haqqı olan hər hansı bir cəzaya layiq görülür, lakin sığınır kiməsə, o da buna sığınacaq verir. O da buna sığınacaq verir. Yəni, istər dində olmuş bir bidət olsun, istər Allahın təyin etdiyi şəri cəzaların qarşısının alınmasındakı bir bidət olsun, bu əməl və bu əməli edəni, yəni bu əməli edəni himayəyə götürmək, bu lənətlənmiş bir əməldir. Əs-sədisətu lə'nu mən qayyərə mənərəl ard. 6-cısı, yerin nişanələrini dəyişənin lənətə gəlməsi. Və hiyəl mərasim, o da nədir? Əl-mərasim əlləti tufarriq beynə haqqikə minəl ardı və haqqi cərikə fətugayyiruha bitəqdimi əv bitəxir. O da o cizgilərdir ki, səninlə qonşunun yerini müəyyən edir, ayırır və sən o cizgiləri dəyişirsən. Ya özünə bir şey artırmaqla, yəni azaldıb artırmaqla onu dəyişirsən. Belə birisi də lənətə gəlib, çünki bu başqasının haqqını mənimsəməkdir. Başqasının haqqını mənimsəməyə çalışmaqdır. Bu da haramdır. Allah təala buyurur ki: "Və la ta'kul amwalakum beynakum bil batil." Bir-birinizin mal mülkünü öz aranızda batilcəsinə yeməyin. Əs-səbi'atu el-farqu beynə la'nil muayyan və la'ni əhlil ma'siyə. Alə səbilil umum. 7-ci, müəyyənin lənət edilməsi ilə günahlara görə ümumi lənət arasında fərqin olması. Müəyyənin lənət edilməsi ilə hər hansı bir günaha görə ümumi lənət arasında fərq olması. Və bu məsələdə ixtilaf var. Yəni, məsələ, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə dedi ki, 4 şeyə görə lənət gəlib. Düzdürmü? Və başqa hədislərdə başqa şeyə görə də lənət gəlib. Qaşını alana lənət gəlib və s. Yaxşı, sən bu əməli edən birisini görəndə, bu əməli edən birisini görəndə deyə bilərsənmi ki, Allah sənə lənət etsin? Hədisdə lənət gəlib və görürsən ki, bir adam, birisi bu əməli edir. Hardakı lənət gəlib o əmələ. Bu da bunu edir. Deyə bilərsəm Allah sənə lənət etsin və yaxud deyə bilərsəm Allah ona lənət etsin adı ilə. Bəzi elm əhli bunu caiz görüblər. Lənətə səbəb olan bu əməlləri kim etsə, caiz görüblər ki, adı ilə ona lənət oxunsun. Və bəzi elm əhli də bunu caiz görmürlər və doğru olan da budur. Doğru olan da budur. Yəni, burada artıq ümumi lənətdən xüsusi müəyyən lənəti fərqlənir. Ona görə icazəli deyil ki, sən deyəsən ki, Allah sənə lənət etsin, sən bu işi etdiyinə görə və yaxud Allah filan kəsə adı ilə lənət etsin, o bu işi etdiyinə görə. Niyə görə? Bir neçə səbəbə görə. Əvvəla, yəni müsəlman mütləq dilini buna alışdırmamalıdır.
dilinə buna vərdiş edib, yəni buna öyrətməməlidir özünü. Yəni ağzı vərdişə düşüb, bu vərdişə çevrilməməlidir, lənət. Və Allahın Rəsulü buyurur sallallahu aleyhi ve sellem: "Leysel mu'minu bit-ta'ani vələl-la'ani vələl-fahişi vələl-bəzi." Deyir ki, müsəlman tənə edən, nə tənə edən deyil, kimlərəsə tənə etməz. Haqsız yerə ittiham etməz nədəsə. Nə lənət oxuyan deyil, yəni lənət oxumaz. Nə pis sözlü deyil, pis yaramaz sözlər danışmaz. Nə də söyüşkən deyil. Yəni ağzından söyüş çıxmaz. Deməli, müsəlman dilini lənətə öyrətməməlidir, alışdırmamalıdır. Bu müsəlmanın ədəbinə, əxlaqına nədir? Uyğun deyil. Müsəlmandan tələb olan ədəb, əxlaqa uyğun deyil bu. İkinci səbəb, Allahın Rəsulü sallallahu aleyhi ve sellem lənət oxuyanda müşriklərdən bəzilərinin adları ilə Allahümmə l'an fulanən, fulanən və fulanən deyə Allahın filan kəsə lənət et, filan kəsə adları ilə bir lənət oxuyanda Allah subhanahu ta'ala ayə nazil etdi. Leysə ləkə minəl əmri şeyi əv yətubə aleyhim əv yuəzzibəhum fə innəhum zalimun. Ey Peyğəmbər, bu işdə sənə heç bir aidiyyəti yoxdur. Bu işin sənə heç bir aidiyyəti yoxdur. Allah istəsə onların tövbələrini qəbul edər, istəsə onlara əzab verər. Onlar zalimlardır. Çünki insanın son halı nə ilə bitəcəyini insan heç kəs bilməz. Heç kəs bilməz. Elə deyilmi? İnsan bugün bir əməl üzərində olar, sonra tövbə edər, nə vaxtsa və yaxud ölümündən qabaq tamamilə tövbə edər. O tövbə üzərində dünyasını dəyişər. Ona görə lənət oxunması düzgün deyil. Və bəzi elm əhli buna görə məhz bu şərti qoyublar ki, Allahım, əgər o bu əməl üzərində ölsə, ona lənət et. Əgər o bu əməl üzərində ölsə, ona lənət et. Bu şərti qoyaraq bəzi elm əhli caiz görüblər. Üçüncüsü, yəni nəyə görə deyirik ki, müəyyəni lənət oxumaq düzgün deyil? Səbəblərdən üçüncüsü, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına şərab içən biri gətirilir. Cəzalandırılması üçün. Şərab içən, içki içən. Və səhabələrdən biri deyir ki, Allah buna lənət etsin. Nə qədər gətirilir Allah Resulü sallallahu aleyhi ve sellem yanına? Allahın Resulü buyurur sallallahu aleyhi ve sellem: "La tel'anuhu fe innehu yuhibbullaha ve rasulah." Deyir ki, onu lənət etməyin. Həqiqətən o Allah və Rasulunu sevir. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem müəyyən olaraq o səhabənin lənət edilməsini qadağan edir. Lənət edilməsini qadağan edir. Və bu səbəbdən dolayı müəyyən lənət etmək olmaz. Bu dediyim səbəblərdən dolayı müəyyən şəxsi adı ilə lənət etmək doğru düzgün deyil. Xüsusən müsəlmandırsa. Xüsusən müsəlmandırsa. Çünki müsəlmanın lənəti ilə kafirin lənəti eyni deyil. Yəni müsəlmanın lənəti daha ağırdır, daha şiddətlidir. Kafirin lənəti deyil. Çünki müsəlmanın məsələ lənətə səbəb olan o əməllərdən birini etsə belə, lənəti gəlmiş əməllərdən hasını etsə belə, amma onun rəhmətə qazandıracaq imanı var, tövhidi var məsələ. Elə deyilmi? Allahın rəhmətini qazanacaq, qazanmasına səbəb olan imanı, tövhidi var. Amma kafir belə deyil. Kafir məsələ hal-hazırda lənəti qazanan və yaxud lənətə səbəb olan və yaxud lənət gələn əməllər üzərində olsa da rəhməti qazandıracaq hal-hazırda onun bir heç səbəbi yoxdur, heç bir əməli yoxdur, elə deyilmi? Küfrünə görə, yəni tövhidi yoxdur, imanı yoxdur. Ona görə də kafirin lənəti ilə müsəlmanın lənəti nədir? Eyni deyil. Baxmayaraq ki, bu dediyim səbəblər ümumidir. Ümumidir, hətta yəni müəyyən olaraq kafiri belə lənət etməyəsən deyə, yəni dilini buna alışdırmayasan. Çünki hər dəfə kafirlərə müəyyən olaraq lənət oxuyacaqsan, bir vaxt qayıdıb nədir? Müsəlmana lənət oxuyacaqsan. Ona görə yaxşı olar ki, bu tərk edilsin. Amma ümumi olaraq Allah bu əməlləri edənlərə lənət etsin. Əgər o barədə nas gəlibsə, bu caizdir.
Es-saminatu hazihil qissatul azimetu ve hiye qissatu zubab. 8-ci müəllif deyir ki, bu böyük bir qissədir. O da milçəyin qissəsi. O da milçəyin. Yəni hədisdə götürdüyümüz İmam Müslim rivayet etdiyi hədisdə, daha doğrusu İmam Əhmədin Zuhd əsərində götürdüyümüz hədisdə qissəni götürdük. Bu deyir böyük bir qissədir. Nəyə görə? Çünki burada bu qissədə tövhid və onun mükafatı olan cənnətdən xəbər verilir. Eyni zamanda şirk və onun cəzası olan cəhənnəmdən xəbər verilir. Necə ki, biri bir əmələ görə cəhənnətə düşdü, o biri bir əmələ görə cəhənnəmə düşdü. Və həmçinin burada yəni Allahdan qeyrisinə qurban kəsməyin şirk olması və bunun müşriklərin dini olmasından xəbər verilir. Müşriklərin dini olmasından xəbər verilir və bu da böyük məsələdir. İnsan mütləq müşriklərin dinini bilməlidir ki, hətta İslam dini ilə qarışdırmasın. İslam dini ilə qarışdırmasın. Et-təsiyyətu kavnuhu daxalən nara bisəbəbi zəlikə əz-zubab əlləzi ləm yəqsidhu bəl fəaləhu təxallusan min şərrihim. 9-cu məsələ, o kişinin deyir, milçəyə görə cəhənnəmə daxil olması, hansı ki bunu qəsd etmirdi, onların şərrindən qorunmaq üçün bunu etmişdi. Yəni qurban kəsməyi qəsd etmirdi müəllifin deməyi, yəni başlanğıc olaraq. Burada məqsəd yəni başlanğıc olaraq. Çünki onlar o məqsəddən gəlməmişdilər ora. Sadəcə ötüb keçirdilər. Başlanğıc məqsəd Allahdan başqasına qurban kəsmək deyildi. Və sonra müəllifin deməsi ki, onları şərrindən qurtarmaq üçün bunu etdi. Yəni demək istəyir ki, hətta zahirən belə, bunu belə etsə belə, onları şərrindən qurtarmaq üçün. Lakin bu əməl onu cəhənnəmdən qurtarmadı. Yenə bu əməl onu cəhənnəmdən qurtarmadı. Çünki ona heç bir halda icazəli deyildi şirk etməsi. Əksinə nə vacib idi ona? Nə? Yox, səbr etməsi vacib idi. Ona icazəli deyildi, məcburiyyət olsa belə, biz keçən dəfə götürdük. Dedik ki, bəzi məhəllə deyir ki, burada əslən ikrah yox idi. Bəzilər deyir ki, ikrah olsa belə, nədir? Vacib idi səbr etməsi. Vacib idi səbr etməsi, lakin o şirk etdi. Çünki insan hətta başlanğıc olaraq, yəni qəlbi imanla mutmain olsa belə, lakin zahirən edilən əməllərin təsirinə, gücünə görə Allah qorusun qəlbi də dəyişə bilər. Aydındırmı? Qəlbi də dəyişə bilər, qəlbindəki iman zədələyə bilər, zədələnə bilər. Zədələnə bilər. Belə bu baş verəndə də yəni görsən oldu ki, baş verən bu olmuşdu həmən o kişinin haqqında. Bu da onu göstərir ki, zahiri əməllər qəlbə təsir edir. Zahiri əməllər qəlbə təsir edir və qəlbi dəyişir. Ola bilər insan başlanğıc olaraq qəlbi mutmain olsun, sonra elə bir əməl etsin ki, o əməl bunun qəlbini dəyişsin, Allah qorusun. Xüsusən də yəni imanda, tövhiddə, elmdə zəif olanlar. Əl-əşiratu 10-cu məsələ, ma'rifatu qadri şirki fi qulubil müminin. Möminlərin qəlbində şirkin qədrinin bilinməsi. Keyfə savara zəlikə aləl qatl. Necə ki deyir, ölümə səbr etdi həmin o kişi. Və ləm yuvafiqhum alə tılbətihim mə'a kovnihim ləm yatlubu minhu illəl amələ zahir. Baxmayaraq ki, ondan tələb etdikləri sadəcə zahiri əməl idi. Buna baxmayaraq onların tələbinə cavab vermədi. Onların tələbinə müvafiq olmadı və səbr etdi. Səbr etdi və cənnəti qazandı. Və qəlblərə hakim olan da yalnız Allah subhanahu wa ta'aladır. Onlar sadəcə zahirən şirk etməsi ilə kifayətlənirdilər. Müşriklər deyirlər ki, zahirən bir şey qurban kəs, canını qutar. Çünki bu onlara görə elə qəlbin də buna nədir? Müvafiq olması demək idi. Yəni, həmin müşriklərə görə sən zahirən olaraq müvafiq olsaydın, demək qəlbində də buna razılıq bildirir kimi anlama gəlirdi. Və qəlbində iman və tövhid olan, qəlbində iman və tövhid sabit olan da kişi heç vaxt zahirən olsa belə onların şirkinə razı qalmaz, onların bu tələbinə müvafiq
olmaz. Və ona görə bu kişi də belə edir və ölümə səbr edir. Ölümə səbr edir və bu səbrin nəticəsi olaraq da cənnəti qazanır. Cənnəti qazanır. Və ümumən elm əhli ayrıca bəhs ediblər. İkrah zamanı ümumiyyətlə, məcburiyyət zamanı, ölüm hədəsi zamanı insanın səbr etməsi mi yaxşıdır, yoxsa qəlbi imanla dolu olaraq, qəlbi imanda mutmain olub, küfrə razı qalıb canını qurtarması mı yaxşıdır? Yəni, insanın küfrə məcburiyyət edilərsə, hər hansı bir küfrə, ölüm təhlükəsi var məsələ, səni öldürəcək ya da küfr edəcəksən. Belə bir seçim qarşısında olanda insan zahirən razı qalıb, icazəlidir bu, zahirən. Qəlbində iman sabit qalması şərti ilə, tamam mı? Qəlbində iman, yəni onların səni məcbur etdiyi küfrə, şirkə, küfr və şirk etiqadın tam olması şərti ilə, zahirən canını qurtarmaq məqsədi ilə bu icazəlidir. Amma zahirən belə etməmək, hətta öldürsələr belə, məsələn, səni məcbur edir, deyir ki, ya Allaha soyacaqsan, ya öldürəcəm səni. Sənə icazəlidir ki, qəlbində bu əmələ buğz edərək, bu söyüşün, yəni nifrət edərək, bu əməlin küfr olduğuna etiqad edərək və bunun əksinin iman olduğuna etiqad edərək, Allaha təzim qəlbində dolu olmaq şərti ilə icazəlidir ki, bunu edəsən, canını qutarasan ölümdən. Bu icazəlidir. Amma bunu etməmək, ölümə getmək daha əfsəldirmi? Hə? Burada təfsilat var, elm əhli bu təfsilatı gətiriblər. Əgər məsələ o şəxsin bunu qəbul etməsində, özünü canını qurtarmaq üçün, yəni qəlbi imanla mutmain olub, imanda dolu olaraq, sadəcə zahirdə onlara güzəştə gedib canını qurtarmaq həmin şəxsin, bununla İslam aləmində böyük fitnə olacaqsa, bu əməl böyük bir küfürlərə, böyük bir bidətə səbəb olacaqsa, bunu etmək caiz deyil. Ona görə İmam Əhməd nədir? Səbr elədi. Quran məxluqdur məcburiyyətinə nədir? Dözdü və bu sözü demədi. Ölümlə hədələndi, döyüldü, söyüldü, amma bunu etmədi. Çünki buna getməyin arxasında böyük ümmətin zəlalətə, bidətə düşmək təhlükəsi var idi. İmam Əhməd Quran məxluqdur desəydi, artıq İmam Əhməd imam idi, bundan sonra böyük bir şərrə qapı açılmış olardı. Ona görə onun haqqında icazəlidir və buna səbr etdi, demədi. Amma yox, sən məsələ burada və yaxud eyni zamanda o şəxsiyyətin qalmasında böyük bir fayda varsa ümmətə, yəni zahirən razı qalması daha əfsəldir. Aydındırmı? Məsələn, nadir şəxsiyyətlərdəndir, elm əhli alimdir, məsələ ümmət ondan faydalanır və məcbur edilib şirkə, küfrə. Özünü xilas etməsi daha məsləhətdir, nəinki buna getməsindən. Amma sıradan biriləri üçün bəli, səbr edib ölümü seçməsi onun haqqında daha fəzilətli nədir? Daha fəzilətli ola bilər. El-hadiyyətə aşrata ennellezi dəxələn nara muslimun li'annahu law kana kafiran lam yaqul zalika dəxələn nara raculun fi zubab. 11-ci məsələ deyir ki, oda daxil olan müsəlman idi. Çünki deyir, əgər kafir olsaydı, hədisdə deyilməzdi ki, milçəyə görə bir kişi cəhənnəmə düşdü. Milçəyə görə bir kişi cəhənnəmə düşdü. Bu da aydındır, bunu da bəyan etdik. Və bu da onu göstərir ki, Allah qorusun, yəni müsəlman birisi sadəcə bir sözə görə və yaxud sadəcə bir əmələ görə kafir ola bilər. Sadəcə bu müsəlman idi bu. Bir əməl etdi, yüngül saydı və bununla kafir oldu və cəhənnəmi haqq etdi. Və laqad qalu kelimetel kufri və kafaru ba'da islamihim. Allah Teala deyir ki, onlar küfr bir kəlmə dedilər, İslamdan sonra kafir oldular. Küfr bir kəlmə və İslamdan sonra kafir oldular.
La ta'taziru qad kafartum ba'da imanikum. Allah deyir ki, üzr haqlıq etməyin. İmandan sonra nədir? Kafir oldunuz. O şəxslər ki, nədir? İstehza etmişdilər. Ona görə yəni təhlükəlidir. İnsan mütləq imanda, İslamda, tövhiddə, etiqadda sabit olmağa çalışmalı. Bunun üçün dua etməlidir. Və Allaha dua etməlidir ki, Allah Subhanahu taala onu imanı ilə imtahan etməsin. Onu imanı ilə imtahan etməsin. Es-saniyete aşrata fihi şahidun lil hadisi es-sahih. El-cennetu aqrabu ila ahadikum min şiraki na'lihi ve'n-naru mislu zalik. 12-ci məsələ. Bu burada deyir, bu fəsildə səhih bir hədisə işarə var. O da nədir? Cənnət sizlərdən birinə ayaqqabısının bağından daha yaxındır. Eləcə də cəhənnəm. Və müəllif burada Buxaridə gələn hədisə işarə edir. Həmən bu hədis. El-cennetu aqrabu ilaykum ila ahadikum min şiraki na'lihi ve'n-naru mislu zalik. Sizdən birinizə cənnət və cəhənnəm ayaqqabısının bağından da daha yaxındır. Daha yaxındır. Necə ki, həmin o iki kişinin başına gözləmədikləri halda bir iş gəldi. Gözləmədikləri halda bir iş gəldi və sonra dinlərində imtahan olundular. Dinlərində imtahan olundular və sadəcə bir əmələ görə birisi cənnəti qazandı, o birisi isə bir əmələ görə cəhənnəmi qazandı. Və bu eyni zamanda onu göstərir ki, insan bilmir hansı əməllər üzərində onun ömrü sona yetəcək. Ölüm gəldimi artıq vəssalam. Yəni ölüm gəldimi ya cəhənnəmliksə ya cənnətlik. Ölüm gəldimi ya cəhənnəmliksə ya cənnətlik. Deməli səninlə cənnət və ya cəhənnəm arasında sadəcə ölüm var. Səninlə cənnət və cəhənnəm arasında sadəcə nə var? Ölüm var. Ölüm də uzaq deyil. Ölüm yaxındır. Ölüm gəldimi artıq sən ya cənnət əhlindənsən ya da cəhənnəm əhlindən. Allah Subhanahu taala bizləri cənnət əhlindən etsin. Es-salisete aşrata ma'rifatu enne amelel qalbi huvel maqsudul azam hatta inda abedatil avsan. 13-cü məsələ o da odur ki, qəlb əməli məqsəd, ən böyük məqsəd qəlb əməlidir. Ən böyük hədəf qəlb əməlidir. Hətta bütə ibadət edənlər yanında belə. Hətta bütə ibadət edənlər belə bilirdilər ki, qəlbin təzimi daha böyükdür. Qəlbin təzim etməsi daha böyükdür. Çünki milçəyi qurban edilməsində, milçəyin qurban edilməsində nə fayda var? Onlar dedilər, o kişiyə ki, milçək olsa belə qurban et. Yaxşı, milçək dəvə deyil, qoç deyil. Çünki dəvələri, qoçları, məsələ keçiləri qurban kəsəndə onun ətlərindən, məsələ məbudları adına sədəqə edirlər, onun ətlərindən yedirdirlər, həm özləri yeyir, həm bütləri adına məsələ sədəqələr edirlər, həm dərilərindən istifadə edirlər, məsələ bütlərinin yolunda işlədirlər, həm kəsdiyi heyvanların qanlarından özlərinə, nə bilim, yaxırlar, elə deyilmi? Öz aləmlərində bir fayda götürürlər. Amma milçəkdə nə fayda var? Bu şeylərin heç biri yoxdur milçəkdə. Nə qanı var, nə əti var, nə dərisi var, nə heç nəyi. Buna razı qaldılar. Deməli, bu onu göstərir ki, onlar görəndə ki, hə, əsas odur ki, bu qurbanı kəsdi, deməli qəlbində buna razı qaldı. Bizim məbudlarımızı bu təzim etdi və hər nə olsa da qurban etdi buna. Hər nə olsa da qurban etdi. Bu da onu göstərir ki, müşriklər belə, yəni qəlb təziminə diqqət edirdilər. Qəlb təziminə diqqət edir. Yəni qəlb əgər məsələ Allaha qəlb təzim edəndə Allaha ibadət edir. Allahdan başqasını təzim edəndə həmin o başqasına başlayır əzalarla, ibadətlə yönəlməyə. Və bununla 10-cu fəsli məsələlərində bitirdik. Sonra müəllif bu fəslin arxasınca 11-ci babı gətirir. Və bu la yuzbahu bimakanin yuzbahu fihi li ghayrillah. Deyir ki, Allahdan başqasına qurban kəsilən yerdə qurban kəsilməz babı. Allahdan başqasına qurbanlar kəsilən bir yerdə qurban kəsilməz. Və bu bab əvvəlki babın, yəni bir növ tamamlayıcısıdır. Əvvəlki bab nə idi? Allahdan başqasına qurban kəsməyin hökmü barədə.
Əvvəlki bab məqsədi və bu babın məqsədi elə ünvanından bəllidir. Yəni ki, Allahdan başqasına qurban kəsilən yerlərdə Allaha qurban kəsməyin qadağan olması. Bu fəslin məqsədi budur. Allahdan başqasına qurban kəsilən yerlərdə, o yerlər ki, orada Allahdan başqalarına qurban kəsilir. O yerdə Allaha qurban kəsməyin qadağan olması. Yəni, əvvəlki fəsil Allahdan başqasına qurban kəsməyin hökmü barədə idi. Yəni, bu əməlin şirk olması, bu əməlin birbaşa əsli öz-özlüyündə haram olması. Bu bab isə, bu fəsil vəsilə etibarilə haram olan əməl barədədir. Öz-özlüyündə yox, vəsilə etibarilə haramdır. Vəsilə etibarilə haram olan əməlin bəyanı üçündür. Yəni, əgər qurban hətta Allah üçün kəsilsə belə, lakin Allahdan qeyrilərinə qurban kəsilən yerlərdə olsa, onda nə olmuş olur? Onda bu haramdır. Niyə? Çünki şirkə və bidətə vəsilədir. Yəni, məsələn, təsəvvürü necədir? Muvahhid birisi, müsəlman birisi Allaha qurban kəsmək istəyir. Allahdan başqasına yox, Allaha qurban kəsmək istəyir. Və gedir, müşriklərin bəlli olan bir məkanı var. Hardakı orada Allahdan başqalarına qurban kəsirlər. Hətta ola bilər, keçmişdə olub, o məkan tərk edilib, heç indi hal-hazırda kəsilmir. Məsələn, hal-hazırda ən çox qurbanlar harada kəsilir? Pirlərdə, ocaqlarda və s. Düzdürmü? Qəbirlərdə. Elə deyilmi? Yox, müşriklərin kəsdiyi qurbanlar. Deməli, Allahdan başqasına məsələ, qurban kəsilən yerdə muvahhid, müsəlman gedir orada Allaha qurban kəsir. İstər onlardan bərabər kəsmək, bu daha şiddətlidir, şək yoxdur. Elə deyilmi? Bu daha şiddətlidir. Amma onlar o məkanda olmasalar belə, orada qurban kəsilməsi nədir? Bu da qadağandır. Dinimiz, yəni, bizə qadağan edir bunu. Hətta Allaha kəsmək qəsdi ilə olsa belə. Lakin onlar şirk əməllərini icra etdikləri an orada bu işin edilməsi şək yoxdur ki, bu daha şiddətlidir. Yaxşı, nəyə görə şəriətimiz bizə müşriklərin şirk etdiyi ocaqlarda, yerlərdə, məkanlarda Allaha ibadət etməyi qadağan edir? Məsələn, biz Allaha ibadət edirik. Tutaq ki, Allaha qurban kəsir adam. Allahdan başqası kəsmir. Amma o məkan müşriklərin xüsusiləşdirdiyi bir məkan olduğuna görə şəriət bunu qadağan edir. Niyə? Bir neçə səbəbə görə. Birincisi, əvvəla Allahdan qurban kəsilən yerlərdə Allaha qurban kəsmək şirkə bir növ qapı açmaqdır. Bir növ şirkə qapı açır və yaxud bir növ şirk edilməsinə cəlb edilməsidir bu əməl. Bir növ şirk edilməsinə cəlb etməkdir. Çünki əgər cahillər, avamlar görsələr ki, dindar birisi, tohid əhli birisi, imanla tanınan birisi gedir o məkanda və o məkanda bəllidir ki, müşriklərin bir məkanıdır məsələ. Orada Allahdan başqalarına qurbanlar kəsilir. Avam insanlar görəndə ki, bu müsəlman, bu dindar da gedir orada qurban kəsir. Bu hansı mənaya gələ bilər? O mənaya gələ bilər ki, demək ki, onların yəni haqlıdırlar. Elə deyilmi? Deməli, layiqdirlər orada onlara qurban kəsilməsi. Deməli, icazəlidir ən azından orada qurulsun ki, filan kəslər də orada qurban kəsirlər. Bu da gedər orada qurban kəsər və beləliklə bu əməl onu nədir? Həmin o cahilləri, avamları birbaşa orada Allahdan başqasına qurban kəsməyə də gətirib səbəb ola bilər. Ona görə Sədd-ü Zəriyyə babından, yəni haramlara aparan yolların bağlanması, şirkə düşmək qorxusu ilə bu əməl qadağandır. İkinci, nəyə görə? İkinci səbəb, Allahdan başqasına qurban kəsilən yerlərdə Allaha qurban kəsmək, yəni başqa bir şərrə düşməyə də səbəbdir. Halbuki şərrin bütün qapıları bağlanmalıdır. Və nədir bu şər? O da həmin məkanda Allaha qurban kəsilsə, həmin yerin bir növ müqəddəs yer olması anlamına gələ bilər və həmin orada olan, əgər bütlər, məbudlar varsa, məsələn, qəbirlərdə kəsilirsə, oranın qəbir əhlinin şərəfli,
biriləri olub və bunların da bunlara da qurban kəsilməyin icazəli olması layiqdir deyə. Yəni şeytan da daima addım-addım insanları azdırır. Addım-addım insanları azdırır. Şeytanlar insanlara vəsvəsələ pıçıldayar ki, yəni bax, orada salihlər də qurban kəsib, çünki o məkan məsələ yaxşı məkandır, orada kəsmək daha əfzəldir. Və beləliklə də insanlar artıq şirkə gətirib çıxarda bilər. Ona görə bu nədir? Şirkə və bidətə düşmə qorxusu ilə müşriklərin Allahdan başqasına qurban kəsilən yerdə qurban kəsilməsi nədir? Qadağan edilib. Necə ki, qəbirstanlıqda məsələ namaz qılmaq qadağandır. Niyə? Çünki qəbirstanlıqda namaz qılmaq bu nəyə zəriadır, nəyə gətirib çıxara bilər? Qəbir əhlinə namazı qılmağa gətirib çıxarda bilər. Ona görə qadağandır. Və üçüncüsü, Allahdan başqasına qurban kəsilən yerlərdə Allaha qurban kəsməyin qadağan olması. Bu əməldə küfr məkanlarının və şirk ayinlərinin təzimi var bir növ. Küfr məkanlarının və şirk ayinlərinin təzimi var və eyni zamanda bu əməldə onlarla, müşriklərlə bərabər olmağın izharı var. İzharı, yəni sən sanki göstərirsən, sən onlardan bərabərsən. Hətta onlar orada olmasalar belə. Müşriklər bir yerdə ibadət edib çıxırlar, sonra müvahhidlər gedib orada ibadət edib çıxır. Məsələ, Allahdan başqa qurbanlar kəsir. Sanki bu bir anlama gəlir ki, sanki biz onlarla bərabərik. Yəni onların, yəni nədir? Təzim edilməsi sayılır. Halbuki onların təzim edilməsi haramdır və eyni zamanda onların ayinlərinin təzim edilməsidir. Halbuki müsəlman Allahın ayinlərini təzim etməlidir. Zəlikə və mən yuazzim şəairəllah fə innəhə min təqvəl qulub. Allah təala buyurur ki, kim Allahın ayinlərini təzim etsə, bu qəlblərin təqvasındandır və vacib olan kafirlərin sıralarının zəif olduğunu bəyan etməkdir. Əksinə onların sıralarının nədir? Bir batildə onların çoxluğunu göstərmək, güclü olmağını izhar etmək yox. Əksinə onların zəif olduğunu izhar etməlidir müsəlmanlar. Allah təala buyurur ki: "Və la yata'una mawti'an yaghizul kuffar." Onlar ayaq qoyduqları hər bir yerdə, hər bir məkanda kafirləri qəzəbləndirərlər. Allah möminlər barədə deyir. Ayaq basdıqları hər bir məkanda kafirləri deyir qəzəbləndirərlər. Allah müvahhidlərdən danışır, möminlərdən. Niyə? Çünki müvafiq olmazlar müşriklərə. Necə qəzəbləndirərlər? Müşriklərə müvafiq olmazlar. Onlara razı qalmazlar, onların etdiyi kimi etməzlər, onları tutduğu yolu tutmazlar. Və onların ibadət Allahdan başqa şirk qoşduqları məkanlardan da nədir? Uzaq olarlar və onları izzətləndirməzlər. Çünki onlar izzət əhli deyirlər. Dördüncüsü, belə bir yerlərdə Allaha qurban kəsmək niyə olmaz? Çünki bu müsəlman barədə pis zənnə səbəb olur. Pis zənn. Elə deyilmi? Müsəlmanlar görsə ki, bir müsəlman müşriklərin bir məkanında, müşriklərin Allahdan başqa qurban kəsirlər, bir yerdə qurban kəsir. Müsəlmanlar da o insan haqqında pis zənn yarada bilər, elə deyilmi? Təsəvvür tanıdığım bir müvahhid, tohid əhli kimi, müsəlman kimi tanıdığım birisi, bir də baxırsan ki, Bibi Heybətdə qurban kəsir. Və yaxud göy kümbəzdə, və yaxud çinarın altında, o çinar ağacının altında gedirlər, qurbanlar kəsirlər. Orada qurban kəsir. Nə düşünərsən? Bilirəm ki, siz dərsiniz, siz mürtəddir, hə, sırazı. Hə? Elə deyilmi? Yaxşı, buna səbəb nə oldu? Buna səbəb onun özü oldu, elə deyilmi? O məkanlardan uzaq durması lazım olduğu halda belə bir məkana yaxınlaşması nədir? Bu zənnlərin yaranmasına səbəb olur. Ona görə də olmaz, düzgün deyil. Beşincisi, belə bir yerlərdə qurban kəsmək, yəni zahiri əməl olsa da sadəcə müşriklərə bənzərlik sayılır. Müşriklərə bənzərlik sayılır. Hətta qəlbən sən onlara müxalif olsan da, qəlbində onlara müxalif olsan da, bu da özündə haram olan bir işdir. Özündə haram olan bir işdir. Yəni müşriklərə bənzəmək. Müşriklərə bənzəmək haram olan bir işdir. Xüsusən onların ibadətlərində. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Mən təşəbbəhə bi qavmin fəhuvə minhum." Fəhuvə minhum. Kim bir qövmə bənzəsə, o da nədir? O da onlardandır. O da onlardandır. Və bəlli bir məsələdir ki,
zahiri əməllərdə bənzərlik daxilən də bənzərliyə gətirir. Yəni bir müşrikə zahiri əməllərində, zahiri sözlərində o qədər oxşayarsan, o qədər təqlid edərsən ki, necə ki, əksər bu gün insanların halı belədir. O qədər oxşayıb, o qədər təqlid edirlər ki, o qədər o kafir deyən kimi deyir, o kafir əməl edən kimi edir. O kafir axırda nə olur? Kafir düşünən kimi düşünür. Kafirin qəlbində olanlar artıq bunun qəlbinə sırıyır. Niyə? Zahiri əməllər təsir edir axı. Təsir edir. Ona görə müsəlmanların içində olan birisi də zahiri olaraq müsəlmanların etdiyi əməllər etdikdə də bu da qəlbə təsir edir, yaxşı mənada. Necə ki, əksi. Müşriklərin zahirən onlara bənzəmək, bu qəlbə təsir edir. Ona görə də şəriətimiz müşriklərə bənzəməyi qadağan edib, hətta nədir? Sadəcə zahiri görünüşdə, zahiri heyətdə olsa belə, əməllərdə, xüsusən ibadətlərdə şəriətimiz nədir? Müşriklərə müxalif olmaqla gəlib və insan özünü, imanını, tohidini qorumalıdır. Çünki bu iman, tohid səndə olan ən əziz, ən dəyərli bir şeydir, ən qiymətli bir şeydir və bu kimi əziz olan bir şeyi hər yetənin yəni əlində yüngül hala gətirməməlisən. Yəni gedib müşriklərin məclislərində oturmamalısan, onlarla bərabər olmamalısan. Baxırıq, bəzilər deyir, mən müvahhidəm, mən Allaha şərik qoşmuram. Gedir müşriklərin məclislərində oturur. Müşriklərin şirk ocaqlarında oturur. Yəni, sən nəyə arxayınsan? Danışır şeyxlərdən biri, deyir ki, bir nəfər şeyxə danışır, deyir ki, mən deyir, o qədər ibtila oldum, o qədər deyir, imtihan olundum ki, yəni özümlə istiraba düşdüm ki, yəni Allahın rəhməti olmasaydı, az qala onlardan birisi olmuşdum, deyir. Hardasa nəsranilərin və yaxud yahudilərin ibadət etdikləri bir məkana daxil olur. Böyük bir bütün, yəni heykəlin şəkilli formada belə bəzəkli, düzəkli onların ibadət etdiyi bir məkana daxil olur. Sadəcə baxmaq üçün. Deyir ki, həmin o heykəlin əzəmətidir, qəlbimə girdi. O bütün heybətidir, qəlbimi bürüdü. Təsəvvür et. Görəndə ki, o qədər buna təzim edirlər ki, o bütün müşriklər, o qədər ibadət edirlər ki, bu da bunun yanında sadəcə durub baxıb. Həmən o əməlləri gör buna necə təsir edib. Deyir, o bütün deyir, böyüklüyü, heybəti qəlbimə girdi, deyir. Sonra uzun müddətdir qəlbimdən deyir, bunu çıxarda bilməmişdim. Az qalmışdı ki, müşriklərdən olsun. Ona görə təhlükəlidir. İnsan oturur, şirk edənlərin içində qışqıra-qışqıra Allaha şərik qoşurlar, bu da durur məsələ. O məclisin, o şirk məclisinin təsiri var. Sən elə yerlərdən uzaq durmalısan. Əgər sən oradasansa, mütləq inkar etməlisən. İnkar vacibdir. İnkar vacibdir. Sən orada ancaq inkar etmək məqsədlə dura bilərsən. Allahdan başqalarına qurbanlar kəsilir, gedirsən ora. Əgər ora getməkdə məqsəd yalnız inkar etməkdir. İnsanlara haqqı bəyan etməkdir. Onun şirk olduğunu bildirməkdir. Yox, bunu etmirsənsə, o zaman sənin orada qalmağın haramdır. Sənin orada durmağın haramdır. Çünki bu sənin qəlbinə təsir edər. Allah qorusun, sonra da əslən dindən çıxmağına, mürtəd olmağına da səbəb olar. Və sonra müəllif dəlilləri gətirir bu fəslin. Bu qalsın gələn dərsə, düzünü Allah bilir. Və sallallahu alə nəbiyyə Muhammedin və alə alihi və ashabihi əcmain.